Amma həm də ciddi yanaşıram da belə bir növ. Bəli, Oyunlar əslində, oyunlar çox diqqət yetiriləsi məqamdır. Oyunda insanların özünə aparmağı, Çox yaxşı məqam. oyunda insanları özünə aparmağı yaxşı inputdur. Həmin adamın karyerasına bağlı qərar vermək üçün. Prinsipiallığı, konflikt yarananda ona yanaşması, axıra kimi getmək, yoxsa bəzən güzəştə getməyi, yoxsa məsələni necə qoymağı, davamlı cığallıq eləyən, yoxsa bəzən cığallıq eləyən öz marağına görə, komandasının marağına görə necə, misal üçün də görürsüz, görüb ki, pozulub, amma komandasına görə nə deyilir, həmrəylik nümayiş elətdirir, komanda oynadı. Və yaxud da ki, mən soruşuram, maşının varmı? Deyirəm ki, məsələn, küçədə sürücülərlə söz çəp gəlirmi? Gəlir, nə reaksiya versən, deyir, heç nə ilə sürüb gedirəm, özüsün şeyləsin. Məsələn, bu bir yanaşmadır. Eləsi var ki, haqqını tələb edir axıra kimi. Bunlar insanların real həyatda yaşadığı situasiyalardır və bəzən işə qəbul müsahibələrində də mən həmişə gənclərə də deyirəm ki, yəni yaşadığınız belə situasiyaların qeydini aparın. Müsahibədə soruşanda ki, hər hansı bir konflikt olubsa, o da necə davranmısınız, deməyin də konflikt olmayıb. Elə məhz istinad edin həmin situasiyalara ki, qonşu ilə bir hadisə olmuşdur, sən orada gətirdiyin argumentlər var, qonşu ilə konflikt həll etmək. Çox şey açır da yəni. Çox şey açır. O demək ki, yəni sən işdə də qonşular var. İşdə də sürücülər var, işdə də oyun arkadaşların var, yəni sən belə şey deyil. Çox maraqlı məqam toxundu. Orada mən futbol dizinin yadıma düşdü. Mən misal üçün bir dəfə futbol oyunda biz oynayırdıq iş yoldaşlarımızla. Oyundan öncə biz paslaşırdıq hamı, yəni oyundan öncə müəyyən pas hamı bir-birinə atırdı və mənə top gələndə mən başladım çiləməyə, çilirdim biraz belə, sonra misal üçün ötürürdüm o başlayıb. Mənim kapitan mənə dedi ki, sən həyatda da beləsən, işdə də beləsən, hamı sadə oynayır da misal üçün, hamı bir-birinə pas atır. Sən showman nə edirsən? Niyə onu çətinləşdirirsən topu, pas atdı, hadi bir dənə pas verəcəksən. Onlar çox şey qəbul edir. Çox şey açır da. Ümumiyyətlə güclü müşahidəçi olsan, adicə yəni indi mən yenə də deyirəm, qınana bilərəm, amma təkrar. Yəni fikir olaraq futbol biz oynayandan qabaq komandaları bölürük. Yəni bölgü deyə bir şey var. Yəni baxıram türk blogerlərində aldı-sağa məsələndə bu müzakirə tək bizdə deyil də, yəni kadro qurmaqda, yəni bu səndən oynasın, bu məndən oynasın, balans məsələsi. Orada belə danışıqlar gedir. O deyir ki, bu oyuncunu yox, sənə keçəcək, bunu mənə keçəcək. Belə nüanslarda belə yanaşmanı fikir versən ki, kim necə yanaşır. Daima udmağa fokuslanmış insan çalışır gücləri özünə götürsün. Amma bəzən güzəştə gedirsən ki, yaxşı. Mən məsələn həmişə orada strategiyam oyundan həzz almaqdan başqa özümü challenge edirəm. Yəni güclü komandaları yığmaqdansa biraz ortabab oyunçular götürürəm. Biraz olsun bir tık güclüləri bölürəm ki, biraz challenge olsun, biraz intrig olsun, udmağa çalışım. Özümüzdən qabaq zəiflə bir maraq olmur oynamağa da belə deyil. Bir ən az bərabər və ya biraz bu bir düşüncədir. Bunlar hamısı düşüncə tərzidir, düşüncə nümunələridir, belə deyək. Bu baxımdan yaptımları ümumiləşdirsək, menazoid virusu var, təhlükəlidir. Müalicəsi də var, amma müalicəsinin yan təsirləri də var. Yəni qısa müddətli müalicəsi deyək ki, o peyvənddir, peyvəndin yan təsirləri ola bilər, amma uzun müddətli müalicəsi söhbətlər aparmaq, profilaktik danışıqlar aparmaq ki, yəni sən bir də bir məsələ də var ki, liderlik ancaq kimlərsə rəhbərlik eləmək deyil də. Liderlik öz-özünün həyatı liderlik eləmək də var. Yəni sən hiss eləsən ki, sən öz həyatının bütün aspektləri öz əlindədir. Deyək ki, idmana vaxtlı-vaxtında gedə bilirsənsə, vaxtını bölə bilirsən də bu şəkildə. Demək ki, sən özün-özünə liderliyin bir hissəsini artıq əldə eləmisən. Disiplinin varsa, özün-özünə liderlik edə bilirsən. Özün-özünə liderlik edirsən də başqalarına edə bilirsən. Yəni bununla bir növ insan öz həyatını səhmana saxlayıbsa, düzənə qoya bilirsə, bu özünün lideridir və digərlərinə də rəhbərlik eləməyə ehtiyacı da heç hiss eləmir. Öz güvən yaranır artıq. Bu məsələ var. Çox maraqlı mövzudur, çox gözəl məqamlar gəlir. Amma burada bir haşiyə çıxmaq istəyirəm. Sizin dediyiniz yanaşmada əlbəttə ki, razı olduğumuz məqamlar var, amma çox maraqlı bir yanaşma var. Əslində siz dediyiniz ifadə elə. Makelland var motivasiya nəzəriyyələrində. O məşhur bir fikir var. Deyir ki, insanları 3 kateqoriyaya bölür. Need for achievement, nailiyyət duyğusu güclü olan adam var. Need for affiliation, sosial münasibətlər açıq olan, desin, gülsün, danışsın. Bir də var need for power. O səlahiyyəti həqiqətən insan xarakter və təbiət etibarı ilə istəyən adam var. Bəzən biz ki, falan adam gəlib position istəyir. Orada motoya baxmaq lazımdırmı ki, bunun xarakteri buna uyğundur, yoxsa yox? Yəni elə adam var ki, siz onu aparıb CEO da qoysaz, o uzun müddət nailiyyət qazanmasa, onu qaytarsaz mütəxəssisə onun egosuna heç olan deyil. O deyəcək ki, mən orada daha xoşbəxt, nailiyyət qazanırım, davamlı. Adam var deyir, need for affiliation'dır. Yəni bu sosial münasibətlər açıq. Onun üçün vəzifənin çox da böyük əhəmiyyəti yoxdur. O vacib odur ki, olduğu yerdə sosiallaşa bilsin. Üçüncü də dediyimiz o need for power, səlahiyyəti əldə etmək.
İndi bu yanaşmanın məsələlərindən biri qarşımızdakı adam bunu bizdən istəyəndə biz ona qayıdıb sual verə bilərikmi ki, əzizim bax sənin tipin mahiyyət, sən uğur və nailiyyət əldə etməyə çalışan adamsan. Sən sürətli getməyi sevən adamsan. Amma sürətli getmək üçün də adətən insan tək getməlidir. Orada siz o elementlərə baxırsınız. Tək və yavaş. Hə. Baxılmalıdır əlbəttə. Mən onu bayaq deyirdim ki, o suallar verməlisən özünə. Yəni sən hazırsan. Orada həm də onu nəzərdə tuturam ki, yəni insanlar var ki, başqalarının qayğısını çəkmək xoşlamır. Yəni başqa adamlara özünə əlavə yük hesab edir, yük kimi baxır. Onun səlahiyyət istəməsi o acı nəticələrə gətirib çıxarır. O səlahiyyəti götürəcək, amma səlahiyyəti düzgün istiqamətdə istifadə edə bilməyəcək. Çünki səlahiyyətlə bir də məsuliyyət də gəlir. O məsuliyyət gəlir, o məsuliyyətə sən elə şey yoxdur da, məsuliyyətini istəmirəm, amma səlahiyyəti ver. Səlahiyyəti götürsənsə üstündə məsuliyyət də gəlir. Yəni özündən başqa da 10 nəfərə, 5 nəfərə cavabdehlik daşıyırsan. Bəli. Bu valideyn olanlar bilər ki, yəni bu adicə valideyn olanda belə insan həyatı nə qədər dəyişir. İstər-istəməz biri var maşında tək gedirsən, biri var ailən də maşındadır. Artıq sürəti seçəndə də onu nəzərə almalısan ki, sən ancaq öz həyatın üçün, başqalarının da həyatı üçün nəticə daşıyırsan. Mən çox nümunələr görürəm ki, məsəl üçün belə bir krizis yaranır. Nümunələr vardır ki, kriz yaranır. Rəhbər komandanı yığır ki, başınızın çarəsinə baxın, mənim planım belədir, mən belə eləyəcəm. Artıq orada o komandanı keyr eləmir də, komanda haqqında düşünmür. Yəni siz özünüz baxın, siz mən özüm survive eləməyə çalışıram. Və bir də o powerla necə istifadə eləməklə bağlı orada bir məsələni bayaq unutdum, əxlaq məsələsi. Bəzən soruşurlar ki, rəhbərdə hansı xüsusiyyətlər olmalıdır? Demirəm, əvvəldən mən həmişə bu fikirdə olmuşam, amma son vaxtlar mən müəyyən müşahidələrdən sonra fikirləşirəm ki, birinci xüsusiyyət rəhbərdə əxlaqdır. Rəhbər əxlaqlı olmalıdır. Bu söz ümumi sözlərə bücür başa düşür. Amma sözün əsl mənasında rəhbər əxlaqlı olmalıdır. Rəhbərin əxlaqı varsa, yəni əməkdaşın rəhbər olmaq istəyirəm. Əxlaqı var, mənəvi keyfi, o da bir çox şeylə birləşir. Səsin tonu, səsin tonunun seçilməsi, humbleness, yəni dediyimiz o təvazökarlıq, sadəlik, amma orada da bir cizgi var, özünü qurban etməmə və necə deyirlər, həddindən artıq yaxınlıq etməmək məsələsində qorumaqla şərti ilə, çünki onda da şəxsi münasibətlər işə mane olur. Bunları nəzərə almaqla rəhbər əxlaqlı olandan sonra qalan şeylər düzəlir. Əxlaqlı olan çünki hər kəsi başa düşə bilir. Yəni hər kəslə öz dilində danışa bilir. Əxlaq geniş mövzudur. Amma emosional zəkadan da böyük bir şeydir, yəni əxlaq. Əxlaq da gəlir onun gördüyü nümunələrdən, situasiyadan, yəni hansı nümunələrdən, hansı situasiyada olub. Yəni bir də o power marağı dediyiniz adamlar var ki, həm power istəyir, belə deyək. Amma power verəndə komandanı işlətməkdən çox bir çətinlikdə var. Mən onu bayaq unutdum demək. Komandanı işlətməkdən çox özü hər şeyi eləməyə çalışır. İşçi papağından çıxa bilmir. Achieving through others deyə bir kompetensiya var. Bu çox çətin kompetensiya ədəsində. İş başdan asan görsənir ki, mən rəhbər olacağam, komanda verəcəm, işləyəcəklər. Başlayır birinci power istəyənlər, birinci başlayır verməyə. Müəyyən tapşırıqlar verir komandaya. Sonra komanda istədiyi nəticəni ala bilməyəndə ya düzgün izah eləmir, ya vizyon çatdıramır. Bu səbəbləri çox ola bilər. Başlayır onları öyrətməyə can atmaqdansa özü götürüb eləməyə ki, onları izah elə. Onu öyrədəncə özüm eləyərəm. Belə bir-iki artıq baxırsan ki, müəyyən baxan sonra rəhbər sadəcə maaşı artmış bir icraçı olur. Və mən bir də post yazmışdım, icraçı direktor var. Mən orada icraçını dırnaq altına yazıram. İcraçı direktor. Var icraçı direktor, CEO. Bir də var icra edən direktor da. Yəni direktor da amma icraçıdır. Yəni o papaqdan çıxa bilmir də. Yenə də hər şeyi öz üzərinə götürür. Komanda da biraz bundan zövq alır. Nə mənada ki, boşluqdur, istirahətdir. Bir müddətdən sonra komanda depressiyaya düşən kimi bir şey olur. Yəni boşluğa düşür, vakuma. Ki bir tapşırıq gələn yox, inkişafdan qalır. Çünki istənilən bir idman sahəsində və ya belə təlimlərdə də, bacarıqlarda da tonusda qalmaq üçün sən stres verməlisən. Bacarıqlarına və ya əzələlərə. Yəni stres də vermək üçün kisənədən kimsə onu tələb eləməlidir. Təsəvvür edin, sizin bir tələbkar, ümumiyyətlə iş tələb eləməyən bir rəhbəriniz var. Təsəvvür edin bu bir anlıq. Yəni işə gəlirsiniz, özünüzə rəhbəri yeyirsiniz. İş rəhbər var ya, amma sizlə maraqlanmır, ümumiyyətlə şey var ya, appearance, leadership appearance. Bununla bağlı da bir Harvard Business Review bir məqalə oxumuşdum. Necə vacibdir, mövcudluğu. Bəli, rəhbər ki, girib öz otağına bütün günü işləyir, özü üçün işləyir də belə deyək. Arada bir nəsə soruşur. Amma onun o xarizmasını,
onun tapşırıqlarını, onun vizyonunu hiss eləmirsən, bir müddət sənə bu xoş gələ bilər. Amma bir müddət sonra görürsən ki, sən bilik bacarığın korşalır. Çünki səndən bir yenilik tələb edən, yeni layihə istəyən və ya layihəyə feedback verən adam yoxdur. Özünü belə deyə idarə eləməyə olursan da. Roman, bir Bu də hallarda bu da səbəblərdən biridir. çox gözəl məqamdır. Bəzi hallarda olur ki, insanların müvafiq rəhbər vəzifələrdə olan insanlar çox yüksək belə deyək, intellektual səviyyə, bilik, bacarıq, səriştə olur. Səriştə deməzdim, əslində təhsil olur, ümumi bilik olur da. Və ətrafında olan insanlara olan münasibətdə bəlli bir məqama gəlib çatır ki, özündən onları daha aşağı görməyə başlaya bilir. Və burada artıq problem yaşanmağa başlayır. Burada problem nədir? İnsan Tural müəllim çox biliklidir, bacarıqlıdır, hətta belə deyək. Və siz qarşınızda olan timizi biraz underestimate edirsiniz. Bunun ümumiyyətlə həll yolu varmı ki, biz idarə etmədə liderlikdə necə bir model yaradaq ki, bu ego və güc zəhərlənməsi yaşanmasın? Heç kimi bəyənməməzlik, biraz toksik münasibətlərə qədər gətirib çıxarda bilir. Burada biraz cəsarət lazımdır. O cəsarət ki, əks feedback-a açıq olmaq cəsarəti. O kanalı həmişə açıq tutmalısan komanda üçün ki, sənin komanda həmişə dırnaq arası narahat eləsin. Yəni komandanın səsini kəsmək yox ki, siz mənə feedback verə bilməzsiniz. Əgər o kanalı açıq tutsa, səmimi ki, istənilən biriniz məndə nəsə tapsaz, əgər əksik orada bir tutarsa, mənə bunu uyğun bildirdə bildirin. Onlar onu bildirməyə başladıqca o ego yavaş-yavaş düşəcək aşağı, istər-istəməz. Və sən həmişə müəyyən bir nüansların üzərində işləməyə ehtiyacı hiss edəcəksən. Sənə bir, necə deyim, o gözün üstə qaşın var deyən olacaq. Olmadıqca sənin egon yüksəlir və onlara da daha biraz aşağı baxıb, biraz da daha səslərini kəsməyə çalışırsan. Psixoloji təhlükəsizlik sıfıra düşür. Psixoloji təhlükəsizlik yüksək tutmaq lazımdır. Ki, yəni, nəsə səhv görsəz, mənə deyin. Yəni, rəis dedi, mütləq bunu bu şəkildə eləməliyik, ən təhlükəli yanaşmadır və rəhbərin biraz da o dediyiniz tələyə, trapa düşməsinə gətirib çıxarır ki, bu artıq üstdən aşağı baxmağa, yəni bəyənməməyə komandanı, ümumiyyətlə rəhbərin nəsə nəticəsizlikdən nəticənin olmasını, komandanın üzərinə atması, yəni dəhşətli bir şeydir. Yəni komanda bacarmırsa, demək ki, ya sən o komandanı hayır eləyəndə düzgün adamları seçməmisən. Əgər səndən qabaq hayır olunubsa, sən onun inkişafınla bağlı düzgün tədbir gör. İnkişafınla bağlı tədbir görə bilmirsənsə ki, inkişafa yaramırsa, sən onlarla necə sağollaşmağın yollarını bilməli. Yəni heç bir şey eləməmisən, amma deyirsən ki, həm də komanda mənə belə gəlmişdi və bacarmır və ona görə də mən bir şey bacarmıram. Bu tim yanaşmalar olur da bir çox təşkilatlarda. Bəli. Amma həmişə mən bir sual düşündürüm. Düzdür, cavabı təbii ki, bəlkə də sadədir, bəlkə də mürəkkəbdir, bilmirəm. Komanda liderə uyğunlaşmalıdır, lider komandaya. Əslində məsəl üçün lider gəlir, o çox önəmli bir məqamdır çünki. Düzdür, cavab məncə də budur ki, həm lider komandaya uyğunlaşmalıdır, həm komanda liderə. Amma daha çox tərəziyə qoysaq, sizin üçün hansı ağır olmalıdır? Belə deyək. Lider komandaya daha çox uyğunlaşmalıdır. Məncə hər ikisi həm lider, həm komanda o komandada necəsə formalaşmış mühit və dəyərə uyğunlaşmalıdır. Ortaq dalğada olmalıdır. O dalğa nədirsə, həftənin komandanın bir dalğası var, bir ambiyansı var. Ora damarı tutsan, uyğunlaşsan nəticədir. Ümumiyyətlə insan kapitalının idarə olunması, insan resurslarının idarə olunması fikirlərindən mən həmişə bəzən deyirəm ki, biz əslində resursun özünü idarə eləmirik. Kapital heç bu insana aid deyil. Yəni bu bizim siyasətdə, biznesdə avadanlıq kimi olan kapitallarımız ki var, əsətlərimiz. Onlara da münasibətdə eyni şeydir. Yegəm ambar, məsələn ambarda biz avadanlıqlar yığmışıq. Deyirik ki, ambarın idarə edilməsi, tutaq ki, ambardakı mal materialın idarə edilməsi. Əslində o mal materialın özünü necə idarə edəcək? Mal material da durub orada. Harasa satarsan, istifadə etsəm o idarə etmə deyil. İdarə etmə orada da insana aid, biz mühiti idarə edirik, mühit amillərini idarə edirik əslində. İdarə edə biləcəyimiz odur. İnsanı yox. Bəli, insanı yox, kapitalı yox. Kapital və insan orada özünü yaxşı, kapital və ya insan resursu özünü yaxşı hiss edə biləcəyi mühiti yaradırsan və ya pis hiss edəcəyi mühiti formalaşdırırsan, nəticədə də kapital və resurs ya aşınır, ya da dəyər qazanır, ya da sənə dəyər qazandırır. İstehsalatda da elədir. Yəni son istifadə tarixi var deyək ki, zaman keçirsən çürüyəcək və yaxud da ki borular var ki, nəm şəraitdə çürüyüb koroziyaya uğrayacaq. Sən onu optimal